قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ. Bir qardaş sual verir ve deyir ki, insanlara dinin nədir, namaz qılırsanmı, oruç tutursanmı, kimi Allahın yəni soruşacağı sualları verməyin, soruşmayın. İnsanlara deyin ki, yəni acmısanmı, bir şeye ihtiyacın varmı, bir problemin varmı, belə suallar soruşun. Bunu yəni Fatih Sultan Məhmədə nisbət edirlər bu ibarəni. Birincisi, Allah Fatih Sultan Məhmədə Allah rəhmət eləsin. Yəni və bütün müsəlman, vəfat edən müsəlmanlara, qardaş və bacılarımıza Allah Azə və Cəllədən rəhmət dilirik. İkincisi, bu sözün haqq tərəfi də ola bilər, batil tərəfi də ola bilər. Birincisi, insanlara dinin nədir kimi sualı, əgər insan müsəlmandırsa, yəni belə deyək, müsəlman diyarında yaşayırsa, yəni insanlardan soruşmağa ki, müsəlmansan, qeyri-müsəlmansan, ehtiyac yoxdur. Yəni, əgər buna ehtiyac yoxdursa, buna hər hansı bir zərurət yaranmayıbsa, misal üçün, insan yolda kimlənsə görüşmək istəyir və çıxır küçəyə və deyir ki, sən müsəlmansan, yoxsa yox. Yəni, belə suala ehtiyac yoxdur. Amma birdən sən soruşsan ki, sən kimsən? O desə ki, mən müsəlmanam, burada problem yoxdur yəni. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem bir toplumla qarşılaşır və onlara deyir ki, yəni onlar deyirlər, sən kimsən? Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, mən Allahın Rasuluyam. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem onlardan soruşur ki, bəs siz kimsiniz? Onlar deyirlər ki, biz müsəlmanlarıq. Və Allah Rasulü onlar müsəlmanlarıq dediyinə görə o sözlə kifayətlənir. Və həmçinin burada bir ədəb var ki, insan əgər deyirsə, mən müsəlmanam, yəni onun İslamını ondan qəbul etsin. Yəni artıq suallar verməsin ona, namaz qılırsanmı, ibadət edirsənmi, oruç tutursanmı, tohidin görəsən necədir, şirkin yoxdur, tağutu inkar etmisənmi, filan etmisənmi? Bu suallar yəni bidət suallardır. Yəni, bu suallara bax, bu cəhətdən. Çünki Allah Rasulü o sualı Allah Rasulü vermədi. Sadəcə onların İslamı ilə kifayətləndi və salam. Və həmçinin insan əgər, həmçinin bu necə məhkruhdur bu sual vermək, insan bir nəfərin gecə namazını soruşur. Gecə namazı qılırsanmı? Yəni, bu sual qarşı tərəfi riyaya sala bilər. Həmçinin sünnət orucu hiss etmirsən ki, oruç tutub, deyirsən ki, oruçsanmı? Ehtiyac yoxdur bu sual verməyə, əgər hiss etmirsənsə. Əgər, misal üçün, insandır, dəvət elədin, yemədi, dəvət etdin yeməyə, o gəlmədi, yemədi, yəni, yəqin ki, orucdur, yəqin ki, başqa, məsələ, ehtiyac yoxdur soruşmaq, çünki ona riya qapısı açılar. Bu cəhətdən, amma belə ümumi söhbət düşür, əgər müzakirə gedirsə, bu halda, yəni, və ya öyrətmək məqsədi ilə soruşursansa onun namazını, burada heç bir qəbahət yoxdur, yəni, qadağa gəlməyib ki, namaz qılmağını soruşma, oruç tutmağını soruşma, yəni, belə. Əgər öyrətmək niyyəti ilə hər hansı bir ehtiyac yaranarsa, burada heç bir problem yoxdur. Amma insanlardan acmısanmı, bir şeye ehtiyacın varmı? Bu suallar çox gözəl suallardır. Və hətta acmısan sualı özü, yəni acmısan sualın özü, orada biraz təfsilat var. Necə? Yəni, tutaq ki, insanın evinə bir nəfər gəlir, ondan soruşmaq lazım deyil. Ki, acmısan, acsan, yemək yeyəcəksən, belə soruşmaq məkruhdur. Alimlər deyir məkruh. Nəyə görə? Çünki İbrahim Əleyhisselamın evinə gələn qonaqlar mələklər idi. Və mələklər də yemək yemirlər. Amma baxmayaraq, İbrahim Əleyhisselam ayədə də gəlir ki, fəcəə bi'iclin səmin. Yəni, getdi bir yəni, ət qızartdı, gətirdi onlara. Yəni, kök bir əti qızartdı, gətirdi və verdi onlara. Amma dedi ki, ələ təəkulun, yeməyəcəksinizmi? Yəni, gördü ki, yemirlər. Yəni, və qorxuya düşdü ondan ki, görəsən nəyə görə yemirlər? Amma mələklər idi, ehtiyacı yox idi, amma soruşmamışdı. Ona görə evə gələn qonağa ədəbdən deyir ki, deyəsən ki, acsan. Və yaxud da hər hansı bir kasıb, əgər acsansa, ac olduğunu hiss etmirsənsə, ona nəsə al, ver, yesin və yaxud da pulla kömək et, yardım et ki, ona, yəni əl tut ona.
Ehtiyac yox soruşmaq. Və yaxud da insanlardan soruşurlar bəziləri ki, sənin ehtiyacın var və yaxud da filan şeyə ehtiyacın var. Yəni, belə əksər insanlar öz ehtiyacını deməz də, yəni. Ancaq belə zəif insanlar olur ki, görsən, tovhidi zəif, imanı zəif və yaxud da elə bir sıxıntıya düşür ki, başqa əlacı yoxdur, çarəsizlikdən deyir öz ehtiyacını. Yəni, əgər insana yardım etmək istəyirsən, onda soruşmaq düzgün deyil ki, ehtiyacın varmı? Yəni, bu sual düzgün sual deyil, yəni. Belə. Amma insan yaxını var, qardaşıdır, doğmasıdır, dostudur. Ona deyər ki, bir şey ehtiyacın olur, tez məni yığ, tez mənə dinən. Bu kimi suallar vermək gözəldir, yaxşıdır, əladır. Və ya bir problemin olsa mənə yığ, mənə dinən. Yəni, bu günümüzdə nə azdır elə insanlar. Nə azdır elə insanlar. Allah Azə və Cəllə elələrinin sayını çox eləsin ki, yəni ümmətin dərdini, müsəlmanların dərdini öz dərdi bilən, onlara yardım edən, xüsusən kasıb, ehtiyaclı müsəlmanlar, hansı ki, afifədirlər onlar, yəni onlar soruşmurlar, insanlardan istəmirlər. Xüsusən qadınlar, yəni hansı ki, onların ehtiyacı var, onlar ümumən əslən deyə bilmirlər. Və onları vaxt-vaxt nəzərə almaq, dul qadınlar, kimsəsiz qadınlar, onları nəzərə almaq, onlara yardım etmək, sahibsiz uşaqlar, belə. Allah Azə və Cəllə yardım etsin, hamısına kömək olsun. Vallahu aləm.